psixoloqların fikrinə görə doğulduğumuz evlərdə formalaşırıq və bizim taleyimizi analarımız yazır. Bilmədən dedikləri cümlələrlə, sublimativ mesajları ilə bizə ötürdüyü, məsələn, bəzi qızlar var ki, deyir ki, mənim anam həmişə mənə deyirdi ki, sən hansı evə getsən orada gəlin olmayacaqsan. Mən 5 yaşım deyir var idi. Şıltaqlıq edirdim və mənə bu sözü deyirdi və həqiqətən də bu mənim şuuraltıma elə yazıldı ki, mən belə oldum. Və yaxud bəzi oğlanlar var ki, deyirlər ki, üzr istəyirəm ifadəmə görə, bundan adam olmayıb, olmayacaq və həqiqətən də olmur. Bu bizə yazılan mesajlardır. Bəs yaxşı, uğurdan qorxan insanlara biz psixoloqlar deyirik ki, valideynləri onları uğurlu olmağın qorxularının mesajını veriblər. Məsələn, dünya qanqadalı yerdir mesajı veririk uşaqlara. Məsələn, çıxdın küçəyə, heç kəsdən konfet alma, birdən səni uğurlayarlar, getmə. Amma biz bu mesajı verə bilmirik ki, dünya həm də qanqadalı yerdir. Və ona görə də bizim böyütdüyümüz uşaqlar, yeniyetmələr həyatdan daim zərbə gözləyirlər. Və zərbə gözlədikləri üçün də biz nəyi gözləyiriksə o cavabı da alırıq deyə, ona görə də zərbəni alırıq. Və orada da bir mesaj var ki, uğurlu insanların dərdi çox olur. Zəngin insanlar gecə rahat yata bilmir. Nə bilim, elə bilirsiniz, uğurluların həyatı yaxşıdır.